qonaq kimi gedirəm hələ ki, qardaşımcılığa verilib. İnşallah bizə də verirlər. Olmayanlara qismət olsun. Öz ata-baba yurdumuza qaydırıq. Yəni, bunun sevinci başqadır. Bu tamam başqa bir hissdir. İnşallah gedək, çataq görək. Öz vətənimizə 30 ildən çoxdur ki, gedə bilmirdik. Axır ki, nəhayət bu gün gəldi, qismət oldu. Can sağlığına gedək, sağ-salamat çataq. Ailəmlə gedirəm. Orada anadan olmuşam, amma ağlıma gəlmir. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Prezidentimizin də Allah canını sağ eləsin. Ki, bu sevinci bizə yaşatdı. Sağ olsunlar. 32 ildən sonra ora qayıtmaq çox bir şərəf duyuruq. Orayla bağlı planlarımız ki, inşallah gedib orada yaşayarıq. Planlarımızı da orada inşallah qurarıq. İşğaldan azad olunan əzəli, əbədi torpaqlarımıza keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Bu mərhələdə 153 nəfərdən ibarət 38 ailə Laçın rayonunun Bəyli kəndinə qayıdır.